Salam uşaqlar. Bugün Fatimə ilə birini set oyun oynayırıq. Hazırsan? Hı. Salam zad verdi. Salam. Yuxudan durmuşsan. 1 milyon manat yoxsa xəyalındakı iş? Xəyalımdakı iş. 1 milyon manat. Xəyalındakı işlə 1 milyon manat qazana bilməyəcəksən. Mən turistim oynayır. Sən gör baxış açsın. Sevgi yoxsa pul? Pul. Sevgi Söz. boş söhbətdir. Çox qəliz sual əslində. Əgər mən həyatımdakı insan, mən istədiyim kimi insanların ölümünə bağlıdır, o da mənim ölümünə bağlıdır. Həyatımız boyu xoşbəxt yaşayacaqsa sevgi. Amma sadə bir aylıq kağıdı sevgi təbii ki pul. Xaricdə yaşamaq yoxsa Azərbaycanda zəngin olmaq? Azərbaycanda zəngin olmaq. Xaricdə yaşamaq. Azərbaycanda pulun varsa hər şey. Mən Azərbaycanda pulda görmürəm problemi, millətdə görürəm. Mən bu millətdən qaçsın, amma kasıb olum, amma bu millətlə yaşamıyorum. Yəni əslində, bu arada Fatimə qızı da təkrarlayır. Qayıtmaq yoxsa gələcəyə görmək, keçmişə qayıtmaq. Çünki Şaka yapıyorsun. insanları Yox qardaşım, mən gələcəyim. mən keçmişdə o qədər səhv eləmişəm ki, və qayıdıb o səhvləri düzəltmək istəməsəm, ömrümün 15-20 ilini verərdim. Ama mən etmək üçün də pişmanım. Mən etmək üçün də pişmanmışım. Nəfbim. Tamam əks yazanlara heç birinə ilişə etməmişik. O, telefonu itirmək yoxsa pul kisəsini itirmək? Pul kisəsini itirmək. Məncə də yəni, çünki onsuz da pul kisəndə pul olmur. telefonda mənim xatirələrim falan filan var, o da mənim ən böyük olacaq şeylərdən çox. Yerin qulağı var, çox da manifestləməyim, amma məncə o, aha, elə təsiridir. Hər kəsin fikrini oxumaq yoxsa görünməz olmaq? Görünməz olmaq. Mən fikir oxumaq istəyərdim. Görünməz olsan zaten görünməz bir şəkildə kiminlə danışıb, kiminlə danışdığını bilə biləsən də. Mən zehnindən anlıq olaraq hər şeyi keçsin eşitmək istəyirəm. Mən görünməz olmaq istəyərdim. Çünki görünməz olsam eləyəcəyim çox şey olardı vallahi. Yəni siz görünməzsiniz, istədiyiniz adamın evinə girirsiniz, istədiyiniz Selena, Selena, Selena. götürürsünüz falan filan. İstədiyiniz insanların həyatını qulaq asa bilirsiniz və görünməz tamamilə. Mən şu Selena'ya baxanda həmişə görünməz olmaq istəyirdim əslində. Bu da Amma olmadı. birinin nə fikirləşdiyini daha məntiqlidir eşitmək. Bir insandan Anlıqda bəlkə yəni- biri ilə görüşürsən, qayıdır, sən haqqda 2 dəfə görürsən, sən haqqda heç yaxşı şey fikirləşmir də. Sən də bunu oxuya bilirsən. O bir dənə kino var deyib sana bir sır verəcəyim dediyində. Zehnini oxumamaq üçün naşıq taxır. Yəni cəmaatın fikirlərini oxuyandan sonra qabağındakı sən artıq pis fikirləşsə, bu sən artıq bütün modu yansıyacaq axı. Buralı sansür verəcəm məcbur. Hər kəsin dediyi dostunu xilas etmək yoxsa 1 milyon insanı dostunu xilas etmək. Nə deyil? Dostluğu xilas etmək yoxsa 1 milyon insanı xilas edəcəksən. Dostum neyinə 1 milyon razılsa yaxşı insanlar. Məncə də yəni ömrün boyu yay yoxsa ömrün boyu qış. Yay. Ömrüm boyu yayda yani kardeşim. Çılpaq gəzdə yəni. Ömrüm boyu qış. Mən yay insanı deyiləm, yay sevmirəm. Yay məni depressiyaya salır. Yox, YouTube məşhur, YouTube məşhur yoxsa milyonçu olmaq, milyonçu olmaq. Çünki məşhur olmaq məşhur. Ha, milyonçu yoxsa milyar deyil. milyonçu. Milyonsuz da ola bilərəm. Yox, YouTube-da məşhur olmaq. Mən YouTube videosu çəkirəm, amma yəni əslində istəsəm öz kanalımı tənzə böyüdə bilərəm, orada TikTokda da orada, burada Instagramda. Mən pul istəmirəm ki, məşhur hər gün olsun. paylaşsam məşhurum. Prosta məşhurluq da məni qorxudur, amma onun göz qapıma görə video çəkirəm. Həmişə doğru danışmaq yoxsa həmişə yalan danışmaq? Doğru. Həmişə doğru danışmaq. Çünki yalandan zəhləm gedir mənim də. Hər dediyim şey yalan olacaqsa nə mənası var ki zaten. Oy, gəlir suallar. 1 il internetsiz yaşamaq, yoxsa 1 il dostsuz qalmaq? 1 il dostsuz qalmaq. Çünki dostlar yaxşısından iraq. Yəni günümüzdə çox da yaxşı ideal dostlar yoxdur. Yəni həqiqətən Yəni dostlarla işi çox qısıtlanmış bir kəlmədir hal-hazırda. Dost odur ki dosta verə ürəyim qoymuyor ki. Z kuşağında əsasən də. Dünyanı gəzmək yoxsa öz şəhərində lüks həyat yaşamaq? Dünyanı gəzmək. Dünyanı gəzmək. Yəni dünyaya bir dəfə gəlirəm və bütün ölkələri görmək kimi şansım olacaq. Gəzmədiyim yerlər, tanımadığım mədəniyyətlər, yemədiyim yeməklər. Görmədiyim milyardlarla ərazi var ki, hansı ki biz hər an bir hərəyə gətsək belə qutaranmadığımız o qədər ərazi ola bilər də, yəni.
Dünyanı gəzmək üçün sizə çalışın. Biraz pozitiv olaq. Biz ölmüş, yəni işdən gəlib ölüb də, yəni. Canayı balam. Hər gün eyni yemək yemək, yoxsa hər gün eyni paltar geyinmək? Hər gün eyni paltar... Yox, çox qəliz oldu bu. Mənim paltar takıntım var, hər gün eyni kombinə gəzənmərəm. Hər gün eyni yemək yemək. Hər gün eyni paltar geyinmək. Hər gün eyni yemək yemək. Çünki Mənim paltar qoy. mənim paltar mənim üçün önəmlidir. Bilmirəm niyə. Ən sevdiyim suala gəlir. Ən sevdiyim. 10 il keçmişə getmək yoxsa 10 il gələcək? Təbii ki 10 il keçmişə. Çünki mən uşaqlığım. Təbii ki 10 il gələcək. Mən uşaqlığım və gəncliyim. Gecən keçmişdir. Gecən keçmişdir. Xəstə 20 yaşımız var. 10 il əvvələ qayıdıb 10 yaşımızdan yenidən həyat yaşayacaqsan. Yəni 30 yaşlı bak kimi 10 il gələcək görəcəksən. Mən onu gələcək görmək tərcih edirəm. Mən üçün keçən keçib, mən gələcək görmək. Mən həmişə keçmişə takıntı yaşayan bir insana mən cəza verdiyim cavablardan da bu yetərincə məlum olur. Daha viral və mübahisə edəcək suallar verəcəyiniz çəkibdi bizə. 10 milyon azeyin yoxsa həqiqi sevgi? 10 milyon azeyin. Kanka 10 milyon. Kanka 10 milyon. 10 milyonun varsa həqiqi sevgini tapacam. Həqiqi sevgi. Yəni pulunuz varsa dostunuz da var, ideal sevginiz də var. Sevgiliniz də olacaq. İdeal sevgiliniz de var. Sevgiliniz de olacak. Dostunu satmaq yoxsa özün kasıb qalmaq? Dostumu satmaq. Məncə də dostumu satar. Çünki dost əvvəl axırına səni satır. Heç Mənə iraq, mən. sən yaxşılardan videonun axırına səbəb birimizi bloklayıb gedirik də, yəni. Heç vaxt evlənməmək, yoxsa heç vaxt işləməmək, heç vaxt evlənməmək. Evlənməmək. Təbii ki, çünki evlənib heç vaxt evləndim, bu sualı mən gündə çox tartışıram hal-hazırda yaşlarımdan və ya yaşımdan böyükdən. Deyirəm ki, biz eyni insanla evləndik, evlilik həyatı qurduq. Mən 30 yaşında evləndim, ölənə kimi eyni insanla yaşayacağam. Mən evlənmişəmsə, yəni xoşbəxtəmsə. Bu insanla evliyəm, uşaqlarım var, amma heç bir şəkildə işləmirəm. Bütün gün eyni həyat, eyni rutin, uzağı gəzərəm də, yəni. Bu da mənim xoşbəxt eləməz, çünki insan cəmiyyət üzrə çıxmalıdır, yəni. O yaşda məktəbə, universitetə getməyəcəyimə görə bir cəmiyyətə çıxmalıyam. Bu cəmiyyətdən çıxış əsarı ancaq işləmək ola bilər deyə düşünürəm. Bir il həbs yoxsa ömür boyu sosial mediasız yaşamaq? Bir il həbs. Kanka bir il həbs. Amma həbs də ağır deyə. Nə ağırdır? Oturub qaç eləsin. Bir il. Sən dincələrsən. İşləmirsən, yatırsan, yeyirsən. Həbs günü işıqlı görmürsən. Azad. Orada da sosial media telefon şəkildə. Mən indi olsa həbsxanada kimi bir şeymişik telefon uzayıram. şəkildə necəsə bilmirəm. Olsun da. Ömür boyu şəkildə yaxşıdır. Amma Bir il pasif qalaram. ömür boyu sosial media deyirsən, telefon demir. Yəni Instagram, WhatsApp, TikTok. Bir il həbs. Məncə də bir il həbs. Xəyalındakı insan yoxsa xəyalındakı həyat? Çox basit bir sual. Xəyalımdakı həyat təbii ki. Xəyalımdakı həyat mən bu həyatı yaşayıram. Yəni bu həyat əgər mənim xəyalımdakı həyatdırsa bir insana ehtiyac duymaram deyə düşünürəm. Sən də eyni sualı düşünürük. Suallarımız qurtardı. Deyəcəyim sual götürüm gəlir. Oy, heç vaxt mahnıya qulaq asmayacaqsan. Ya da heç vaxt film izləməyəcəksən. Çox qəriz sualdır. Mən ikisindən də yaşayım, çünki bir qulağımın aşıq, bir qulağımın aşıq, birindən filmə baxıb, birindən kinoya baxa bilərəm də, yəni. Həyatımdakı mənə gələn ən ağır sualdır. Bu necə yəni mən Spider-Man-ə baxmayıb eyni vaxtda da mahnıya qulaq. Çox riskli sualdır. Məncə bu qədər sualın içindən çətin sual bu oldu. Məncə də bu arada ən çətini budur. Sağ olun. Sağ ol mənə. Sağ ol.